Hal-hazırda xəstəni biopsiya edirik. Biopsiya zamanı öncə qalxanvari vəzin, yəni düyün ölçü qeyd olunmalıdır. İndi isə yaxınlaşın düyünü götürək. Yəni bu düyünün ölçüsü sağ payda 23 vur 14.8 və boylama ölçüsü 28 mm ölçüdə izoxrigen. Sonra Dopplerdən vaskularizasiyası dəyərləndirilir. Yəni vaskularizasiyası azalmış bir düyündür. Sonra isə biz elastografiya rejimində, yəni düyünün elastasını götürürük, sərtliyini yoxlayırıq. Və sərtliyini yoxlayan zaman xəstəyə deyirik ki, nəfəs almaq. Siz nəfəsi dondurun. Ani, tamam. Və bu zaman xəstənin elastasına baxılır. Sonra nəfəs ala bilərsə, yəni yumuşaq düyündür. Və burada biopsiya göstərir, yəni xəstədə bu düyünün lazer proseduru etmək planlaşdırılır və öncə biopsiya olunmalıdır. İndi isə biopsiyanı edəsiniz. Mən biopsiya edən zaman sizə məlumat verəcəm, uyğunmayın. Yaxşı, yəni qapağını götürün. Bismillah. Artıq iğnəni saldım. İğnə yeridilir düyün içərisinə, görürsünüz. Və artıq düyün mənfəzini salmışıq iğnənin ucuna və sonra isə tərpədir. Mütləq iğnənin ucunu görməyə çalışırıq. Bəs hansı nahiyələrdən götürülür? Mən iğnə ucu görsənir. Və bu şəkildə bütün düyünün geçişi boyunca izmatriyal götürürük. Belə də görüntü üçün burada. Həm boylama, həm də düşüncənin aparılma vasitəsilə biz hər tərəfdən material götürməyə çalışırıq. Prosedur bitdi. Buna da prosedur yekunlaşdı. Prosedur bitdikdən sonra isə biz geri çəkir. Və son saxlayın. Evet, son saxlayın. Bundan sonra isə əşya şüşəsi üzərində yaxırıq materialı. Və bu şəkildə material hazırlanır. Gerdən çəkin. Yəni bir əşya şüşəsi bir-birinin üzərindən sürüşdürülür ki, burada olan yaxma tam olaraq əşya şüşəsi üzərində yaxılsın, yayılsın və eynən bu şəkildə. Bundan sonra isə biz patoloji və üçün göndəriş kağızının üzərində gedirik. Kağız hazır olsun. Hazırdır kağız, yoxsa yox? Çap olunsun. Su yeter.